Salam dəyərli dinləyicilər. Bilirsinizmi ki, nəfəs darlığı, xırıltı və tez-tez öskürək kimi əlamətlər sadəcə yorğunluq yox, astmanın gizli siqnalları ola bilər. Bu videoda sizə astma nədir, necə yaranır, hansı əlamətlərlə özünü göstərir və necə müalicə olunur, hamısını sadə və aydın şəkildə izah edəcəm. Əgər sizdə və ya yaxınlarınızda bu əlamətlər varsa, bu video sizin üçün çox vacibdir. Odur ki, videonu sona qədər izləməyi, bəyənməyi və paylaşmağı unutmayın. Astma tənəffüs yollarının xroniki, yəni uzun müddət davam edən iltihabi xəstəliyidir. Bu xəstəlik zamanı ağciyərlərə hava aparan bronxlar daralır, onların divarları şişir və daxilində selik ifrazı artır. Nəticədə isə insanın nəfəs alması çətinləşir və müxtəlif narahatlıqlar yaranır. Astma bəzən yüngül şəkildə özünü göstərə bilər, lakin bəzi hallarda qəfil və ciddi tutmalarla müşayiət olunur. Bu tutmalar zamanı insan sanki nəfəs ala bilmir, sinəsində sıxılma hiss edir və bu vəziyyət çox narahat edici olur. Astmanın ən diqqət çəkən xüsusiyyətlərindən biri onun dəyişkən olmasıdır. Yəni, xəstə bəzi günlər özünü tam normal hiss edə bilər, lakin müəyyən faktorlarla qarşılaşdıqda vəziyyəti birdən-birə pisləşə bilər. Astmada ən çox rast gəlinən əlamət nəfəs darlığıdır. İnsan adi halda rahat nəfəs ala bildiyi halda, astma zamanı bu proses çətinləşir və xüsusilə fiziki hərəkət zamanı daha da artır. Digər əlamət sinədə sıxılma hissidir. Xəstələr bunu çox vaxt sinəmdə ağırlıq var kimi təsəvvür edirlər. Xırıltı nəfəs də astmanın tipik əlamətlərindəndir. Nəfəs alıb verərkən fitə bənzər səslər eşidilə bilər. Öskürək isə xüsusilə gecə saatlarında və ya səhərə yaxın daha da güclənir. Bəzi hallarda uzun müddətli quru öskürək astmanın yeganə əlaməti ola bilər. Astma adətən tək bir səbəbdən deyil, bir neçə faktorun birləşməsi nəticəsində yaranır. Ən əsas səbəblərdən biri genetik meyillikdir. Əgər ailədə astma və ya allergik xəstəliklər varsa, bu xəstəliyin yaranma riski artır. Allergiyalarda astmanın əsas səbəblərindən biridir. Ev tozu, heyvan tükləri və kif kimi faktorlar tənəffüs yollarını qıcıqlandıraraq astma tutmasına səbəb ola bilər. Siqaret tüstüsü həm aktiv, həm də passiv şəkildə astmanı ağırlaşdıran ən təhlükəli amillərdəndir. Xüsusilə uşaqlarda siqaret tüstüsünə məruz qalmaq gələcəkdə astma riskini artırır. Hava çirkliliyi, avtomobil qazları və kimyəvi maddələr də tənəffüs yollarına mənfi təsir göstərərək xəstəliyin inkişafına səbəb ola bilər. Bundan əlavə bəzi virus infeksiyaları və tez-tez soyuq dəymə keçirmək də astmanın yaranmasına və ya ağırlaşmasına təsir edə bilər. Astmanın müalicəsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu xəstəlik tamamilə yox olmasa da düzgün yanaşma ilə tam nəzarət altına alına bilər. Müalicənin əsas məqsədi tənəffüs yollarındakı iltihabı azaltmaq və tutmaların qarşısını almaqdır. Bu məqsədlə istifadə olunan dərmanlar iki əsas qrupa bölünür. Birinci qrup profilaktik, yəni qoruyucu dərmanlardır. Bu dərmanlar gündəlik istifadə olunur və tənəffüs yollarındakı iltihabı azaldaraq tutmaların baş vermə ehtimalını minimuma endirir. İkinci qrup isə təcili yardım dərmanlarıdır. Bu dərmanlar astma tutması zamanı istifadə olunur və bronxları sürətlə genişləndirərək nəfəs almağı asanlaşdırır. Ən çox istifadə olunan vasitələr inqalyatorlardır. Onların üstünlüyü ondadır ki, dərman birbaşa ağciyərlərə çatır və daha tez təsir göstərir. Unutmaq olmaz ki, astma ciddi görünsə də, düzgün müalicə və düzgün həyat tərzi ilə insanlar tam normal və aktiv həyat yaşaya bilərlər. Ən vacibi isə əlamətləri vaxtında tanımaq və gecikmədən mütəxəssisə müraciət etmək lazımdır. Əgər bu video sizin üçün faydalı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Əziz dinləyicilər, sağlam nəfəs, sağlam həyat deməkdir.